Əziz izləyicilər, əsrlərdir müzakirə olunan bir sual. Dəstəmazda ayaqlar yuyulmalıdır yoxsa məhs edilməlidir? Bəs İmam Əli, İmam Hüseyn və digər Əhl-i Beyt imamları necə dəstəmaz alırdılar? Quranın Maidə surəsindəki qiraətlər bu barədə nə deyir? Həqiqəti öyrənmək üçün videonu sona qədər izləməyi unutmayın. Bismillahirrahmanirrahim. Mərhəmətli və rəhimli Allahın adı ilə. Əziz və dəyərli həmvətənlərimiz, sizə Əhl-i Beyt məzhəbinə dair hazırladığımız silsilənin 7-ci hissəsini təqdim edirik. Bu dəfə İslam fiqhində çox müzakirə olunan bir mövzuya toxunacağıq. Dəstəmazda ayaqların yuyulması, yoxsa onlara məhs olunması məsələsinə. Bilirsiniz ki, bu mövzu Əhl-i-Sünnət ilə Şiə fiqhi arasında ixtilaflı məsələlərdən biridir. Əhl-i-Sünnət ayaqların yuyulmasını vacib görür. Şiə məzhəbi isə ayaqlara məs çəkməyi kifayət hesab edir. Bəs görək bu barədə Qurani Kərim, Peyğəmbərimizin sallallahu aleyhi və səlləmin sünnəsi və Əhl-i Beyt imamlarının rəyi nədir? Bu videoçarxda bu suallara cavab tapmağa çalışacağıq. Təəssübkeşliyə yer verməmək və obyektivlik naminə mövzunu geniş şəkildə ələ alacaq və Sünni, Cəfəri və Zeydi şiələrinin mənbələrinə başvuracağıq. Əhl-i-Sünnət mənbələrində ayaqların yuyulması. Əhl-i-Sünnət alimləri Peyğəmbərin və onun Əhl-i Beytinin dəstəmaz aldıqda ayaqlarını yuduqlarına dair etibarlı ravilər vasitəsilə çoxsaylı rəvayətlər nəql etmişlər. Misal olaraq, həmin rəvayətlərdən sadəcə birini zikr etməklə kifayətlənəcəyik. Belə ki, tabiinlərdən olan Əbu Hayya Əl-Kufi rəvayət edir ki, bir gün Əli ibn Əbu Talibin, Allah ondan razı olsun, dəstəmaz aldığını gördüm. 3 dəfə əllərini yudu, sonra 3 dəfə ağzını yaxaladı və burnuna su aldı. Sonra 3 dəfə üzünü, daha sonra 3 dəfə qollarını yudu. Başına isə bir dəfə məs çəkdikdən sonra sağ və sol, hər iki ayağını da 3 dəfə yudu və sonra belə dedi. Mən Peyğəmbərin də məhz bu cür dəstəmaz aldığını gördüm. Bu hədisdən də açıq şəkildə görünür ki, Əhl-i Beyt imamlarından Əli ibn Əbu Talib dəstəmaz alarkən ayaqlarını yumuş və bunu Peyğəmbərdən öyrəndiyini qeyd etmişdi. Zeydi şiələrinin mənbələrində ayaqların yuyulması. Əhl-i Beytin imamlarından sayılan Zeyd ibn Əli, atası İmam Zeynalabidin, o da öz atası Hüseyn ibn Əli, o da atası Əli ibn Əbu Talib vasitəsilə Allah onlardan razı olsun. Peyğəmbərin sallallahu aleyhi və alihi və səlləmin necə dəstəmaz aldığını nəql edir. O deyir, 3 dəfə üzünü yudu, 3 dəfə ağzına və burnuna su aldı, bir dəfə başına və qulaqlarına məs etdi və 3 dəfə ayaqlarını yudu. Bu rəvayət çox mühümdür, çünki Zeyd ibn Əli İslam dünyasında böyük hörmətə malikdir və onun vasitəsilə gələn rəvayətlər Əhl-i Beyt ənənəsini əks etdirir. Həmçinin İmam Əli, Allah ondan razı olsun, başqa bir yerdə deyir, dəstəmaz almaq üçün oturmuşdum. Həmin vaxt Peyğəmbər gəldi və mənə gözəl şəkildə dəstəmaz almanın qaydasını öyrətdi. Mən ayağımı yuduğum vaxt Peyğəmbər Allahın ona salavatı və salamı olsun. Mənə dedi, ey Əli, ayaq barmaqlarının arasını yaxşı yu ki, sənə cəhənnəm odu toxunmasın. Bu rəvayət İmam Zeydin nəvəsi, Zeynul-Abidinin nəticəsi Əhməd ibn İsa tərəfindən nəql olunmuşdur. Əhl-i Beyt imamlarından Abdullah ibn Abbas da, Allah ondan razı olsun, dəstəmaz alarkən ayaqlarını yuyar və barmaqlarının arasını barmaqları ilə təmizləyərdi. Bu qəbildən olan rəvayətlər açıq şəkildə göstərir ki, Zeydi mənbələrində də ayaqların yuyulması ənənəsi mövcuddur və onlar bu ənənəni məhz Əhl-i Beyt imamlarından əxs etmişlər. Cəfəri şiələrinin mənbələrində ayaqların yuyulması. İndi isə diqqəti Cəfəri şiələrinin ilkin mənbələrinə yönəldək. Çoxları düşünür ki, şiə məzhəbində ayaqların yuyulmasına dair heç bir məlumat yoxdur. Həqiqət isə bunun tam əksidir. Belə ki, Əhl-i Beytdən nəql olunmuş rəvayətlərdə ayaqların yuyulması təsdiqlənmişdir.
Əli ibn Əbu Talib, Allah ondan razı olsun, öz məktubunda Muhammed ibn Əbi Bəkrə və Misir əhlinə dəstəmazın əhkamını izah edərkən belə yazır. Başınıza məs çəkin, sonra sağ və sol ayaqlarınızı 3 dəfə yuyun. Çünki mən Peyğəmbərin, Allahın ona salavatı və salamı olsun, bu cür dəstəmaz aldığını gördüm. Başqa bir rəvayətdə isə İmam Əli belə deyir. Mən dəstəmaz almaq üçün oturmuşdum. Peyğəmbər, Allahın ona salavatı və salamı olsun, gəlib mənə gözəl şəkildə dəstəmaz almanın qaydasını öyrətdi. Mən ayağımı yuduğum vaxt o mənə dedi, ey Əli, ayaq barmaqlarının arasını da yu ki, sənə cəhənnəm odu toxunmasın. İmam Cəfər Əs-Sadiq isə Allah ona rəhmət etsin. Bu məsələdə belə buyurur. Əgər başa məs çəkməmiş ayaqları yusan, yenidən dəstəmaz almağa gərək yoxdur. Sadəcə geri qayıdıb başa məs çəkib, daha sonra yenidən ayaqları yumalısan. Yeri gəlmişkən qeyd edək ki, Məclisi və Behbudi kimi Kitab əl-Kafini şərh edən şiə alimləri də bu hədisin səhih və etibarlı olduğunu vurğulamışlar. Bu rəvayətdən də görürük ki, Cəfəri şiələrinin ilkin mənbələrində də ayaqların yuyulması Peyğəmbərdən və Əhl-i Beytdən gələn sünnə kimi qeyd olunmuşdu. Dəstəmaz ayəsinin qiraətləri və təhlili. Məlumdur ki, dəstəmazın ana əsasları Quranda, Maidə surəsinin 6-cı ayəsində qeyd olunmuşdu. Ayədə deyilir, ey iman gətirənlər, namaza durarkən üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məs çəkin və topuqlara qədər ayaqlarınızı yuyun. Məlumdur ki, bu ayədə ayaqlar mənasına gələn ərculəkum ləfsinin məşhur 2 qiraəti vardı. Ərculəkum və ərculikum. Ərculəkum qiraəti ayaqları yumağa, ərculikum qiraəti isə ayaqlara məs etməyə dəlalət edir. Əhl-i sünnət məzhəbi öz növbəsində bu qiraətlərin hər ikisinə də əməl edir. Birinə əməl edib, digərini kənara atmır. Belə ki, ərculəkum qiraətinə əsasən ayaqlar yuyulur. Ərculikum qiraətinə əsasən isə corablara məs edilir. Bunu izah edən, hansı qiraətə necə və nə cür əməl edilməsini öyrədən Peyğəmbərin sünnəti, səhabələrin və Əhl-i Beytin məktəbidir. Əziz qardaşlar və bacılar, əziz həmvətənlər, gördüyümüz kimi Əhl-i sünnət mənbələri İmam Əlinin digər səhabələrinin dəstəmazda ayaqlarını yuduqlarını açıq göstərir. Zeydi şiələrinin mənbələri də, Əhl-i Beytdən gələn rəvayətlər də eyni hökmü qoruyur. Cəfəri şiələrinin ilkin mənbələri də ayaqların yuyulmasını təsdiqləyir. Quran ayəsinin qiraətləri də yalın ayaqların yuyulmasını və ayaqda corab olduqda üzərinə məs ediləcəyini bəyan edir. Deməli, dəstəmazda ayaqların hökmü açıqdır. Onlar mütləq yuyulmalıdır. Bu həm Peyğəmbərin sünnəsidir, həm də Əhl-i Beytin yoludur. Kim Əhl-i Beyti sevirsə, onların əməlini təqib etməlidir. Allah bizi Peyğəmbərin və Əhl-i Beytin yolundan ayırmasın. Amin.